Salam çox dəyərli gözəl insanlar. Hava qaralmaq üzrədir. Mən gedirəm yenə. Moruq yığacam. Bu səfər moruq mürəbbəsi bişirəcəm. Atalar deyib gecənin xeyrindən gündüzün şəri yaxşıdır. Amma hava gündüz qədər iş olacaq ki, sabahın işi də öz yerində. Beyninə düşdü birdən-birə. Dedim bişirməsəm olmaz. Uy, yetim doyduram getməni də alıb gəlmişəm. Elə bir düzü dünyanın moruğunu yığacam. Yenə də Allahına bərəkət. Telefon işığında moruq yığımı. Onsuz da azlı olanları bir görmək olmur. Silüetindən, kölgəsindən təxmin edirəm ki, moruqdur. Ağlı ola bir dənə ilançığa xoşbəxt eləyər. Allah qorusun. Sən insan arıyorum. Heç olmazsa icazə ver. Getdik. Bəsdir. Allah şükür. Allah bərəkətini artırsın. Olanı qədər, olmayanı qədər. Maşallah yarım kilo var. 200 qram vedrəyə çıxsaq, Allah bərəkətini artırsın. Deməli, ayından çiyələk mürəbbəsini bəyəndik. Rəngi ruhu çox gözəldir dedik. 5 aldım. İndi bu moruq mürəbbəsini də bişirəndə məharət nədir? Filələrin dağılmadan qalmasıdır. Deməli, yarım kilo olmuşdu. 2 stəkan yarım, 3 stəkan yarım kilo, yarım stəkanda əlavə şəkər tökürəm. Bir burum qaynatdım, qoyuram şərbətdə qalsın, sıxılsın ki, sonra açılmasın. Yəni ümid edirəm ki, açılmayacaq. Qonaq gedirəm, gələndən sonra gurxoda qaynadacam, inşallah hazır olacaq. İnşallah ki, nəticəsi yaxşı olur. Ümidim o yöndədir. Çəhrayı rəng Hüseyn Cavidin bir şeirini xatırlatdı mənə. Pəmbə rəng. Gəldin də neçin pəmbə buludlar kimi axdın. Bilməm niyə getdin, niyə döndün, niyə baxdın. Şimşək kimi çaxdın da neçin könlümü yaxdın. Bilməm niyə getdin, niyə döndün, niyə baxdın. Sərpildi alev ruhuma süzgün baxışından. Sarsıldı da həp bənliyim, ey afəti devran. Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban. Bilməm niyə getdin, niyə döndün, niyə baxdın. Rəngə gəl, gözəlliyə gəl, möhtəşəmliyə gəl. Çox şükür.